Hər birimiz övladlarımızın ilk növbədə sağlam olması üçün əlimizdən gələni edirik. Ancaq acı həqiqət budur ki, hər uşaq da sağlam doğulmur. Autizm, serebral iflic, əqli gerilik və digər qüsurlar səbəbindən sağlamlıqları məhdud olan uşaqlar xüsusi qayğıya ehtiyac duyurlar. Bir gün belə uşaqlardan bir qrupu ilə yenə görüşdük. Yurdum inklüziv icmasında uşaqlar bizi elə qapının ağzındaca mehribanlıqla qarşıladılar. Hamının nəvazişlə Gülü deyə çağırdığı Gülsarə İsrafilova əlimizdən yapışıb bizi icmanın yerləşdiyi mərkəzin 2-ci mərtəbəsinə az qala qaçaraq aparır. Demə, yoga dərslərinə hazırlaşıblarmış. Uşaqlar dördbucaqlı döşəklərin üzərində tez bir zamanda yerlərini rahatlayıb, məşqçilərini gözləyirlər. Dərsləri 20 illik yoga təcrübəsi olan təlim üzrə koordinator Teymur Hüseynov aparır. Uşaqların yoganın müxtəlif elementlərini necə yüngül şəkildə icra etmələri xüsusilə xoş təsir bağışlayır. Daha sakit və daha az fiziki güc tələb edən hərəkətlərin təsiri altında daxillərindəki enerji sanki oyanır. Yoga məşqlərindən sonra icma üzvlərindən biri, gənc qız Lalə Ağayeva təəssüratlarını bizimlə bölüşdü. Elə döşək üzərindəcə xoşladığı yoga elementlərini nümayiş etdirdi. Qeyd etdi ki, sevə-sevə yerinə yetirdiyi bu hərəkətlərdən sonra özünü daha rahat hiss edir. Dərslərdə fəallığı ilə seçilən 22 yaşlı Səid Qəniyevlə də həmsöhbət olduq. Tez qaynayıb qarışan bu oğlan yogaya sevgisinin hədsiz olduğunu dilə gətirdi. Dedi ki, evdə də bu hərəkətləri edir. Yurdum layihəsinin həm müəllifi Vəfa Xəlilova qrup halında keçirilən yoga dərslərində əsas məqsədin bədən və zehnin harmoniyasını təmin etmək, rahatlamaq və enerjini balanslaşdırmaq olduğunu dedi. O, eyni zamanda icma üzvləri üçün şam hazırlama dərslərinin təşkil edildiyini də vurğuladı. Mərkəzdə icma üzvləri üçün xüsusi şam hazırlama dərsləri təşkil olunur. Bu fəaliyyət sadəcə əyləncə və yaradıcılıqdan ibarət deyil, həm də mediativ bir prosesdir və diqqət cəmləməyə kömək edir. Böyük məmnuniyyətlə uşaqların növbəti dərsində iştirak etdik. Şam hazırlamaq üçün stolun ətrafında dövrə vuraraq əyləşən icma üzvləri böyük həvəs və maraqla işə başlayırlar. Öyrənirik ki, şamların hazırlanmasında istifadə edilən ətirlər, seçilən rənglər hamısı terapevtik xüsusiyyət daşıyır, rahatlıq gətirir. Dərsi aparan Röya Rəsulzadə mehribanlıqla hamıya şamların hazırlanması qaydasını göstərir. Lalə Ağayeva, Gülsarə İsrafilova, Şövqü Əhmədov, Fərid Ociyev və başqaları oradaca hazırladıqları paxlava, gül, ürək şəkilli şamları böyük maraqla nümayiş etdirirlər. Həmsöhbət olduğumuz Yurdum layihəsinin həm müəllifi Zarema Yegizarova icmada xüsusi xoş atmosferin yaradılmasının çox önəmli olduğunu dedi. Yurdum icması gördüyünüz bu evdə yerləşir. Bura yalnız gündəlik fəaliyyətlərin keçirildiyi bir yer deyil, eyni zamanda hər kəsin özünü dəyərli, qəbul edilmiş və rahat hiss etdiyi, həyatın ahəngini duyduğu bir məkandır. Əsas məqsəd ev kimi isti və rahat bir mühit formalaşdırmaqdır. Yaradılan atmosfer hər bir insanın özünü rahat və dəyərli hiss etməsinə yönəlib. Zarima xanım icma üzvlərindən şamxalın plastilinlə işləməsinə diqqətimizi yönəldir. Şamxal plastilini əlində top şəklində yumrulayır və bu zaman əlinin və plastilinin istiliyinin dəyişdiyini hiss edir. Gördüyümüz fəaliyyətlərdə hər bir icma üzvünün daxili istiliyini artırır. Onların ətrafa bir-birlərinə münasibətini dəyişir. Günün sonunda uşaqları rəqs dərsləri gözləyir. Artıq Teymur müəllim piano qarşısında şagirdlərini gözləyir. Onlar əvvəl yallı gedir, sonra Uzundərənin sədaları altında süzürlər. Rəqs icma üzvlərinin öz hisslərini ifadə etməsi və birlikdə əylənməsi üçün vacib bir fəaliyyət növüdür. Rəqs və musiqi bizim ifadə dilimizdir. Bütün duyğular burada azad olur.
Musiqi ilə bədənin ritmini anlamaq və hərəkətlərə uyğunlaşmaq özünü ifadə etməyə kömək edir və özünə inamı artırır. Bütün gün ərzində vaxtlarını səmərəli keçirən, öz bacarıqlarını göstərən uşaqlar rəqslərdən sonra bir qədər yorğun görünürlər. Mərkəzin rəhbəri Humayun Qeyri-Hökumət Təşkilatının sədri Firəngiz Hüseynova bir ildən artıq fəaliyyət göstərən yurdumun müxtəlif qabiliyyətlərə malik insanların birlikdə çalışdıqları inklüziv bir icma olduğunu bildirdi. O, Humayun QT tərəfindən həyata keçirilən sosial ekokənd layihəsi çərçivəsində burada icma üzvlərinin müxtəlif fəaliyyətlərdə iştirak etdiklərini və fərqli bacarıqlar qazandıqlarını vurğuladı. Qeyd etdi ki, buradakı fəaliyyətlər hər kəsin fiziki, emosional və sosial rifahını gücləndirmək məqsədi daşıyır. Firəngiz xanım uşaqların rəqs, yoga, şam dərsləri ilə yanaşı rəsm dərnəyinə böyük marağından da danışdı. Bu layihə bizim üçün çox önəmlidir, çünki artıq burada 18 yaşdan yuxarı xüsusi qayğıya ehtiyacı olan gənclər iştirak edir və müxtəlif işlərlə onları aslında vaxtlarını biz keçirməyə imkanı yaratmışıq. Rəsmlərdir. Bu, siz burada gördüyünüz rəsmlər hamısı mənim rəsmlərimdir. Amma onları gördükcə onlarda bu rəsmə həvəs çox artır. Və rəsm üçün onların deməli rənglərə olan münasibəti, o rəngləri təqdim etmək üçün biz çox çalışırıq və görürük ki, artıq bunlara nail olmuşuq və onların sərgisinə hazırlaşmaq istəyirik və biz düşünürük ki, gələcəkdə belə bir sərgilərin sayı artsın. Bəzi rəsmlər, onlar çox mənəvi bir sir daşıyır daxilində və belə bir rəsmlər üçün mən özüm çalışmışam ki, uşaqlara təqdim edəyəm, onlar onları görsünlər və onlarla maraqlansınlar. Bunun mənası çox böyükdür. Burada deməli insanla arasında olan münasibətdir. Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Biz də onunla fəxrlənirik. Bu böyük qələbəyə Xarı Bülbül rəsmini mən uşaqlara təqdim eləmişəm, onu çəkmişəm və çalışmışam ki, uşaqlar o qələbəni bu rəsm tərəfindən hiss eləsinlər. Digər rəsmdə muqama həsr olunmuş belə bir rəsm var. Orada deməli yığıncaqdır, qədimidən gələn bizə irsdir. Biz onu qoruyub saxlamışıq və çalışmışam ki, onu da təsvir eləyəm. Və bizim Azərbaycanın simvolu nardır. Narın daxilində olan bir işıq, o alov ki, hansı ki çıxır, o çalışır ki, uşaqları, çalışmışam uşaqlara anladım ki, onlar onu daha çox qəbul eləsinlər və bilsinlər ki, muğam bizim böyük bir irsimizdir. Bu uşaqlara müxtəlif bacarıqlar aşılamaq doğrudan da böyük peşəkarlıq, səbir və məharət tələb edir. Onlar burada həm həyat üçün vacib olan bacarıq və vərdişlər əldə edir, həm vaxtlarını səmərəli keçirir, həm də sosiallaşırlar. Xüsusi qızlar və oğlanlar da adi uşaqlar kimi xoşbəxt gələcək arzusundadırlar. Ailə, ev, dostluq və sevgi kimi sadə, amma vacib dəyərlər onlar üçün böyük önəm daşıyır. Onlar bu xoşbəxtliyi yurdumda tapıblar.